Gerard Depardieu, Christian Clavier və John Malkovich Səfillər filmində. Rollarda Virginie Ladoyen, Enrico Loverso, Charlotte Gainsbourg, Asia Argento, Veronica Ferres, Janna Moreau və başqaları. Adını da şorba qoyublar. Gəl Dolşenidye, onlar acdılar. Heyecan zəngidir. Yanğın, yanğın, Qiyamdır. yanğın! İrəli, irəli! Buraya əlavə adam göndərin. Hasar yanıb. Cəld olun, cəld olun. İrəli, irəli. Yanğını söndürmək lazımdır. Film Victor Hugo'nun Eyni adlı romanı əsasında çəkilib. Senari müəllifi Didier Dequin. Bəstəkar Jean-Claude Petit. Operator Willis Stassen. Bizə kömək eləyin. Hey, buradan çıxmaq lazımdır. Açın buranı. Prodüser Jean-Pierre Guérin. Rejissor José Dayan. Gəl, Koşpayl. Hey, Koşpayl, tez ol. Vəssalam, batdı. Düzdür. Cəzasını çəkə bilməyəcək. Layiq olduğu cəzanın yarısını da çəkə bilmədi. Valjan. Hə, çıx Koşpayl. Çıx oradan. Tez ol. Biraz tez ol. Qalx, qalx ayağa. Burada kül olmaq istəyirsən? Tez ol dostum. Qərara gəldim ki, bu xəbəri sənə özüm çatdırım. Əminəm ki, Monsieur Javert xoş xəbər gətirməz. Jean Valjean, komissiya sənin qəhrəmanlığını nəzərə alıb cəza müddətini azaldıb. Nə qədər? 2. 2 il? Əgər 2 il azaldıblarsa, deməli mən artıq azadam? 2 ay. Ehtiyatlı ol, yoxsa sənin cəza müddətini 2 ay azaltmaq əvəzinə o qədər artırarlar. Amma bizim həyatımızda 2 ay nədir ki? Ümumiyyətlə, sənin burada keçirtdiyin 18 ili həyat saymaq nə dərəcədə düzgündür? Qoy buradan çıxım. Sən buradan çıxandan sonra göz açmağa imkan tapmamış, yenidən katorqaya qayıdacaqsan, keçmişin səni qara-qara izləyəcək, yenidən bura qayıdacaqsan. Hamınız bura qayıdacaqsınız.
Sənin bu Felixin çox yaraşıqlıdır. Zarafatsız. Garson, yenə gətirin. Oldu, monsieur. Bu artıq dördüncüdür. Sən içməyəcəksən? Gərək hesabın altından çıxa bilək. Hesabı qızlar ödəyəcək. Deyəcəksən ki, hesabı siz verin. Aradan çıxarıq, onsuz da bizim sayəmizdə kefləri kökdür. Hər əyləncənin qiyməti var. Onda Fantinanın gözündən düşərsən. Mənə də elə bu lazımdır. Fantina çox solğundur. Zəifdir. O qədər də maraqlı deyil. Elə bil sizə bir-birinizdən başqa heç kim lazım deyil. Heç vaxt belə xoşbəxt olmamışam. Hələ nə görmüsən ki? Səni sürpriz gözləyir. Bəs məni? Məyər mənə sürpriz düşmür? Narahat olma. Siz onu böləcəksiniz. Sürprizdən söz düşmüşkən, Felix. Mənim də bir xəbərim var. Bundan gözəl sürpriz ola bilməz. De görüm, ürəyimi üzmə. Ağlına gəlmir? Yox. Səndir. Fantina hamilədir. Kimdən? Kimdən olacaq? Sevdiyim adamdan. Səndən hamiləyəm, Felix. Gedək. Gəlirəm. Bizim hesabımızı o madmazellər ödəyəcək. Gördün, sevindiyindən şampan sifariş elədi. Şampan. İndiyə qədər şampan içməmişəm. Amma evlənəndən sonra Felix bədxərcliyin daşını atmalı olacaq. Dumana düşmüş itlər. Deyirlər, heç kim şampan sifariş eləməyib. Yox, Madamlar, hamiləlik dövründə içmək məsləhət deyil. Bilirsən ki, bugün oktyabrın 14-ü çərşənbə axşamı gününə düşür? çərşənbə axşamı. Lap yaxşı, əla gündür. Nə mənada? Yəni ürəyimə danmışdı ki, belə olacaq. Bilirdim ki, başqa günlərə oxşamayan bir gün olacaq. Bu günü səbirsizliklə gözləmişəm. Çünki insan ümidlərini itirəndə məhv olur. Ürəyinə daman ikinci gün idisə, deməli düz tapmısan. Bugün çərşənbə axşamıdır. Sənsə azad olunursan. Bu da pasportun. Hansı şəhərə getsən, ilk növbədə polisdə qeydiyyatdan keçməlisən. Bəs niyə sarı rəngdə? Nə? Sarı şənliyin, günəşin, işığın rəmzidir. Yəqin ona görə sarı pasport verirlər, hə? Deməli, mənim də xoşbəxt olmağa haqqım var, hə? Sarı pasport veriblər ki, səni dürüst adamlarla dəyişik salmasınlar. Qoy ilk baxışdan bilsinlər ki, sən hardan çıxmısan. Hə, belə də. Bizim ədliyə hər şeyi fikirləşib. Hərçənd məni tanımaq üçün sir sifətimə baxmaq da bəs eləyər. Pasporta nə ehtiyac var? Sənə mülki geyim də verəcəklər. Hə? Cəza müddətini başa vurmadan ölənlərin pal-paltarını? Elədir. Bizim ədliyyəmiz varlı deyil.
Waterloo serjantı mehmanxanası. İt yürür. Gələn var. Burada müştəri görmək istəyirsənsə, o lövhəni çıxart. Məncə Waterloo sözü müştəriləri qorxudur. Waterloo iflas deməkdir. Məncə xalq Napoleonun uduzmağından lap məmnundur. İnsanlar ədalətsizdirlər. Bunu bilmirdin? Nə gözəl qızınız var. Buyurun, pəncərənin yanında əyləşin. Ora gün işığı düşür. İndi qışdır, günəş şüası qızıl qiymətinədir. Qızım üçün biraz süd olmaz. İnəyi elə indicə sağmışam. Bəs sizə nə gətirim? Bir stəkan su bəsdir. Baxan kimi bildim ki, su istəyəcək. Ona heç olmasa bir qədər çaxır sırmaq lazım idi. Gözəl qızlarınız var, madam. Aşağıdakı Eponinadır. Bu balacası Azelma. Artıq döşdən ayırmaq vaxtıdır, amma onun balaca dodaqları xoşuma gəlir. Məncə onların bəxtləri gətirib çox gözəl anaları var. Sizin qızınız da xoşbəxt görünür. Adı Kozettadır. Onun üçün hər şeyə hazıram. Amma bu hər deyəndə mümkün olmur. Deməli, uşağın atası yoxdur. Hardan bildiniz? Siz heç özünüz haqda fikirləşmirsiniz. Hərçənd baxan kimi bilinir ki, təbiətən gözəlsiz. Bilirsiniz, Parisdə qadınlar nə edir? Parisdə? Mən elə Parisdən gəlirəm. Ora getməyimə peşman oldum. İndi Monre ilə qayıdıram. Özüm oralıyam. Ümid edirəm ki, orada iş tapa bilərəm. Mən yaxşı işçiyəm, zəhmətkeşəm. Amma bilmirəm, Kozettanı hara qoyum. Hələ çox balacadır. Bu yaşında onu tək qoya bilmərəm. Yaxşı olar ona bir dayə tutasız. Hə, düzdür. Amma əmin olmalıyam ki, dayəsi onunla mehriban davranacaq. Siz onu saxlayarsınız. Mən? Hə, siz. Sizin qızlarınız xoşuma gəldi. Çox qəşəng qızlardı. Kozetta da sizi narahat eləməz. O, sizin böyük qızınızla yaşıddır. Rəfiqə olarlar. Mehmanxanamızda Madam Tenardiye'nin nişonsuz da az deyil. Bir tərəfdən də az yerim. İndi onun kiməsə kömək eləmək vaxtı deyil. Qayığı və nəvaziş vaxt itkisi deməkdir. Həm də biz daha bir uşağın qarnını doyura bilmərik. Arxayın olun. Hər ay sizə pul göndərəcəm. Kozetta sizdə qalsa, mən işləyə biləcəm. Fikirləşmək lazımdır. Sən nə deyirsən? Bəlkə də razılığa gələ bilərik. Qadınlar həmişə öz aralarında dil tapa bilirlər. Həm də biz uşaqları çox istəyirik. Biz çox varlı deyilik, madam, amma ürəkliyik. Mən özüm bir zabiti ölümdən qurtarmışam. O tabloda gördüyünüz serjant elə mənəm. Mən isə orada aşpaz idim. Amma orada məndən bircə atlar maraqlanırdı. Bilirsiniz niyə? Mən onların süvari dəstəsini yedirdirdim. Mən sizin Klodettanız üçün dadlı bildirçin şorbası bişirərəm. Kozetta. Ayda 6 frank sizi qane eləyər? 6 frank? Müsyo, axı 6 frank az pul deyil. Anan mütləq sənin dalınca gələcək. Bir də səni qoyub getməyəcək. Hələlik əzizim. Ağıllı ol. Sən qadınların ən gözəlisən. Sənsə kişilərin ən hiləgəri, pulun iyini 100 lyo uzaqdan duyursan. Şəxsən mən ondan 6 frank istəməyə cəsarət eləməzdim. Nə ağlağan uşaqdır. Mən onun tərbiyəsi ilə məşğul olaram.
Uşaq acı. Yaxşı, ağlama, ağlama bu saat. Gəl. Gəlin içəri dostlar. Belə soyuqda küçədə gecələmək olmaz. Hər şeyi hazırlamışıq. Narahat olmayın. Hər şey qaydasında olacaq. Vincent, Bəli, monsinyor. dostum. Məncə, indi kilsənin qapılarını bağlamaq olar. Deyəsən, hamı buradadır. Küçədə heç kim qalmayıb, dostum. Monsinyor, indi küçədə itlərdən başqa bir ins-cins qalmayıb. İmkanım olsaydı, itləri də yer-beyir eləyərdim. Qardaşım əlində olan hər şeyini kasıblara, əlsiz ayaqsızlara paylayır. Bizim vəsaitimiz çatmır. Hər şey bir yana. O təkid eləyir ki, evin qapıları həmişə açıq qalsın. Mən isə bircə buna öyrəşə bilmirəm. O deyir ki, əgər şeytan... Eşitdiniz, Madam Magloire? Yəqin gələn monsinyordur. O deyir, əgər şeytan... Mənə dedilər ki, burada gecələyə bilərəm. Güya burada şam yeməyi də yatmağa da yer verirlər. Burada yox, kilsədə. Mənim biraz pulum var. Pul verə bilərəm. Bu qədər pul çoxdur, dostum. Çəkinmədən buranı öz eviniz bilin. Adam nə vaxtdan öz evində şam yeməyini pulla yeyib. Madam Magloire, bura çox qaranlıqdır. Masanın ətrafında göz gözü görmür. Zəhmət olmasa şamdanları gətirin. Bir də zəhmət olmasa bu taxta qaşıqları yığışdırın, gümüş çəngəl qaşıqları gətirin. Düzü qonaq gözləmirdik, gərək bizi bağışlayasınız. Kasıb dostlarımı kilsənin hücrələrində yerləşdirirəm. Amma orada daha yer qalmayıb. Məncə, bura sizin üçün daha rahat olacaq. Bilirəm, bunları satıb kasıb qardaşlarımıza daha çox əl tuta bilərəm. Amma nə qədər ki, əlimin altında belə gümüş məmulatlar var, tanımadığım adamları, qonaqları ehtiramla qəbul edib yola sala bilərəm. Monsinyor, şərab da istəyirsiniz? Monsinyor? Mən din şəhərinin yepiskopiyam. Amma mənə hər dəfə monsinyor deməyinizə ehtiyac yoxdur. Dostlarım mənə sadəcə ata deyirlər. İnsanı insan eləyən onun rütbəsi adı deyil. O baxır ada. Mən öz adımdan heç vaxt yaxa qutara bilməyəcəm. Mən qatarqada olmuşam. Katorqada? Monsieur, sizi azadlığa buraxıblar, yoxsa qaçmısınız? Onun heç bir əhəmiyyəti yoxdur. Hərəkətimə görə mənə bağışlayın. Sadəcə olaraq diksindim. Bir daha üzr istəyirəm. Fərqi yoxdur, hardan gəlirsiniz. Əsas odur ki, buradan hara gedirsiniz, monsieur? Məni Tulona sürgün eləyənə qədər bağban işləmişəm. Əgər əvvəllər bağban işləmisinizsə, indi də həmin işlə məşğul olmaq istəyirsinizsə, onda sizə Qatırqada olmuş adamı heç kim işə götürməz. indidən bir söz demək olmaz. Məni bu hala salan ətrafdakılardır. Onlar məndən ehtiyat eləyir, mən də onlardan. Gübar adamlar, alicənab adamlar. Onları heç kim dəyişə bilməz. Tanrı hər şeyi dəyişir. Bizə kömək eləmək üçün hər şey dəyişir. Madam Magloire, şorba gətirin. İndi sizə yer də salaram. Madam Magloire, misyo üçün ağ döşəyaqları sərin. Siz mənə misyo deyirsiniz? Adınızı bilmirəm. Qatırqada olanda məni o qədər nömrəmlə çağırıblar ki, adım yadıma da düşmür.
Sənsən, Batistina. Özünü pis hiss eləyirsən? Aşağı düşüm. İndi ədyalları getir. Bax belə oğlum. Vincent, baxın görün orada nə səs küydü. Oldu monsinyor. Yal verin. Yal verin. Ağrını tutmuşuq, monsinyor. Şəhər darvazasında adı yoxlama vaxtı ələ keçirdik. Görünür, işinin ustasıymış. Bunlar sizindir. Deyəsən sizindir. Üstündə sizin inisiallarınız var. Tamamilə doğrudur, monsieur. Daha doğrusu mənim idi. Məyər onlara deməmisiniz? Onlara izah eləməmisiniz? Nə deməli idi monsinyor? Deməli idi ki, özüm bağışlamışam. Hə, düzdür monsinyor. Bunu deyib, amma Nə amma? biz onun üstündən sarı pasport tapdıq monsinyor. Bu adam katorqadan təzə çıxıb. Pasportu sarıdır deyə sözlərinə inanmamalısınız. Bəs şamdanları niyə aparmadınız? Şamdanları. Hə, axı şamdanları da sizə bağışlamışdım. Eybi yox, heç narahat olmayın. Cənablar sizi azad eləsinlər, bu saat şamdanları da tapıb verərəm. Apararsınız. Monsinyor, ayini icra eləmək vaxtıdır. Narahat olmayın, Vincent. Tanrının səbri böyükdür. Nə qədər desən gözləyər. Bizim misyo isə tələsir, yol üstədir. Ağır şamdanlardır. Xalis gümüşdəndir. Lap çəngəl qaşıq dəsti kimi. Ümid edirəm ki, onları yaxşı qoruyacaqsınız. Hə? Torbanızı açın. Mənim yaddaşım əladır. Dəqiq bilirəm ki, sizə hədiyyə verməmişəm. Bilirəm, çəngəl qaşıq dəstini uğurlamısınız. İmkanınız olsaydı, şamdanları da götürərdiniz. Əgər kömək adam çağırsaydım, başıma da kəsərdiniz. Mənim otağıma girəndə əlinizdə bıçaq vardı. Düzdür, gözlərimi yummuşdum, amma yatmamışdım. Dua edirdim. Ağlaya-ağlaya. Ağlaya-ağlaya, ağlamaqla dua eləmək eyni dərəcədə bəyənilən əməllərdir. Bıçağı sizi qorxutmaq üçün çıxartmışdım. Vəssalam. Mən qatil deyiləm. Qızılım olsaydı, onu da sizə verərdim. Axı siz niyə belə eləyirsiniz? Mən sizi satın alıram. Mən satılmıram. Azad adamam. Qul deyiləm. Ruhunuzu satın alıram. Mən onu qara fikirlərdən, zülmətdən satın alıram. Mənim ruhumu iki şamdana. Adınız nədir? Valjan. Jan Valjan. Bundan sonra biz eyni yolun yolçusuyuq. Bu xeyir yoludur. O qədər də hamar yol deyil. Bəlkə də büdürəyəcəksiniz. Amma yer üzündə ədalət yolu ilə gedən adamdan böyük insan yoxdur. İndi isə mən dini ayinə getməliyəm. Sizin üçün dua eləyəcəm. Yaddan çıxarmayın, siz də azad insansınız, mən də. Çox sağ olun, müsyo. Mənə çox sağ ol dedin. Əlbəttə, müsyo. Ayağınızı pulun üstünə qoymasaydınız, onu çox axtaracaqdım. Nə danışırsan? İndicə əlimdən düşən 40 suluq puldan, müsyo. Onu görürsən? Ayağınızın altındadır. Pul ayağımın altındadır. Ayağınızı onun üstünə qoydunuz. Pulumu verin, müsyo. Mənim ayağımın altında heç nə yoxdur, torpaqdır. Otdur, bir də çınqıl. Vəssalam.
Axı o pul mənimdir, müsyo. Pulumu qaytarın. Baca təmizləyənəm, işim ağırdır. Hər dəfə baca təmizləyəndə əziyyət çəkirəm. Qorxma, hələ başını saxlaya bilərsən, amma nə qədər kirslənməmişəm, sürüş buradan. Balaca yaramaz. İtil! Yaramaz oğru! O 40 su sizə həyatda çox müsibətlər gətirəcək. Hay uşaq. Gəl pulunu götür balaca. O buradadır. Din jandarmeriyası göndərib. Bir baca təmizləyənin verdiyi şikayət ərizəsinin surətidir. Bir avara onun pulunu əlindən alıb. Bilirsiniz kimin işidir? Təsəvvür eləyirsiniz? Jean Valjean'ın. O indi Din şəhəri ətrafında olmalıydı. Əminəm ki, azadlıqda çox qala bilməyəcək. Yenidən həbsxanaya qayıdacaq. Mən lap çoxdan əmin idim ki, Jean Valjean gec-tez layiq olduğu yerə bura qayıdacaq. Bircə zərər çəkənin ondan şikayət eləməyi kifayətdir. Əminəm ki, Valjean adam öldürməkdən də çəkinməyəcək. Monorail 6 ildən sonra. İş günü qurtardım adamlar, sağ olun. Gedin. Sağ olun madam. Sağ olun. Hələlik. Bağışlayın madam. Fantina. Fantina. Eşitmirsiniz? Mən hələ 2 saatda işləmək istəyirəm madam. İşimi qurtarmamışam. İcazə verərsiniz qalım. Yaman ləng işləyirsiniz. Yox madam. Sadəcə barmaqlarım qabar bağlayıb. Heç vaxt günahı özünüzdə axtarmırsınız. Qoyun qalsın. Sabah işləyərsiniz. Madam, bugün planı doldurmaq istəyirəm. Yoxsa 20 su az alacağım. Onsuz da məvacibinizi hələ gələn ay alacaqsınız. Mənə bu ay pul lazımdır madam. Sizə nə vaxt pul lazım olmur ki? 20 suyla yaranı sağalacaq? Sağalacaq. Onsuz da əlavə işləməli olsaz, gərək işıq pulu da verəsiz. Onu maaşınızdan çıxmalı olacağım. Özünüzə heç nə qalmayacaq. Onda mənə 20 su borc verərsiniz, gələn ayın maaşında qaytararam. Özünüz demişdiniz ki, sizə borc verim. Monsieur Madeleine bunu bilsə nə deyər? Siz nə danışırsınız, madmazel? Çıxın gedin buradan. Yaxşı polis işçisi yalnız araşdırma aparan, həbs eləyən və cəzalandıran qanun keşikçisi deyil, Javert. Polis hər şeyi bilməlidir.
Monreal'də bizə məlum olmayan hadisələr baş verir. Yəni kimsə təkcə biznesə məşğul olmağın hesabına xeyli var dövlət toplayıb. Burada nə var ki? Bu varlı adam həm də şəhər meridir. Sizcə o şəhər büdcəsini talayır? Yox, sadəcə bilmirik ki, necə varlanıb. Həm də xəbərimiz yoxdur ki, qazandığı pulları neyniyir. Biz onu qətiyyən izləyə bilmirik. Heç bir bankda da hesabı yoxdur. Hərçənd istənilən bank ona 20, hətta 30% mənfəət təklif eləyərdi. Sizə qəribə gəlmir? Necə olur ki, bu adam öz sərmayəsini artırmaq fikrinə düşmür? Axı, niyə qazanmaq istəmir? Mənim bacardığım katerqada olanları dindirib onları öz yoldaşlarını satmağa məcbur eləməkdir. Amma maliyyə məsələsini araşdırmaq mənlik deyil, misyo. Onda bunu da öyrənin. Cəmiyyət dəyişir, polis də dəyişməlidir. Çünki cəmiyyətə nəzarət eləməlidir. İndiki cinayətkarlar əllərini qana yox, mürəkkəbə bulayırlar. Bunlar pulla oynayan, maliyyə fırıldaqlarına yol verən adamlardır. Polis bu adamların qarşısını almalıdır. Seflərdə qurdalanmaq kasıb məhəllələrində işləməkdən daha təhlükəsizdir, həm də əyləncəlidir. Siz yəqin ki, Monsieur Javersiz, hə? Monreal'də xoş gəlmişsiniz. Adım Augustin Parizodur. Şəhərin kargüzarıyam. Xoş gördük. Şəhərin indiki meri bunlardan hansıdır? Çox təəssüf ki, bizim sevimli Monsieur Madeleinin portreti burada yoxdur. Şəkil çəkdirməkdən imtina eləyib. Maraqlıdır, niyə? Çünki çox təvazökar adamdır. Təvazökar və qara dinməz. Bizim mer belə insandır. Ondan görüşü səbirsizliklə gözləyirəm. İnanın ki, o da sizi həsrətlə gözləyir. Milli Təhlükəsizlik İdarəsinin sizi şəhərimizə təhkim eləməyi xəbərini eşidən kimi təəccübləndi. Dedi, necə Javer, Monsieur Javeri göndərirlər. İnanın, o qədər həyəcanlanmışdı ki. Məni tanıyır? Nüfuzunuz buna özünüzdən tez çatıb. Heç bilmirdim belə nüfuzum var. Madelenin fabriki. Monsieur Madeleine Monreal şəhərinə gələndə adi odunçu idi. Şəhər bələdiyyəsinin ağacları, kolları qırmağa bir adam lazım idi. Biz də onu götürdük. İşləməyə başladı. Elə buradaca ağlına gözəl bir fikir gəldi. Əla ideyaydı. Nə ideya? Gecitkən. Gedək, indi sizə göstərərəm. Gecikənin qurudulmuş budaqlarından çox gözəl saplar alınırmış. Bundan əyrilən material ipəyə oxşayır, amma qiyməti çox ucuzdur. Həmin materialdan davamlı və gözəl paltarlar tikmək olur. Ümid edirik ki, hökumət bizə ordu üçün geyim hazırlamaq haqqında müqavilə təklif edəcək. Hazırda danışıqlar aparılır. Bu hələ məsələnin iqtisadi tərəfidir, cənab müfəttiş. Bunun mənəvi tərəfləri də var. Heç kimin saymadığı. Ayaqlayıb keçdiyi, Allah kimi biçdiyi bir ot qiymətli bir mala çevrilir. Dəyər qazanır. Üstəlik, vətəndaşlarımız da işləməyə imkanı əldə eləyirlər. Bu da yeni iş yeriniz, cənab müfəttiş. Bəs həbsxana hardadır? Orada. Əlbəttə, bunu xırda fırıldaqçılar, adi cinayətkarlar üçün tikmişik, misya. Amma möhkəmdir. Mən həmişə hər yeri yoxlayıram. Adətim belədir. Qatırqadakı həbsxananın qandalları çox etibarlı idi, amma yenə də yoxlayırdım. Dustaqları qara-qara izləyirdim. Qatırqadakı məhbuslara inanmaq olmaz. Heç vaxt. Hətta ən sakitlərinə belə. Heç vaxt. Heç vaxt.
Onlar cəmiyyət üçün itirilmiş adamlardı. Oradakı dustaqlar təkcə cinayətkarlar deyil, həm də islah olunmaz adamlardı. Onlar yalnız bir şeyə görə peşman olurlar. Tutulduqlarına görə. Gerçək peşmanlıqsa olmur. Amma nə vaxtsa peşman olsalar belə bu, onların törətdiyi cinayətlərin fəsadlarını aradan qaldıra bilməz. Cinayətə əl atan adam ömürlük bu girdaba düşür. İndi bizim bu kiçik şəhərimiz rahat yata biləcəyimiz yercəvər. Amma necə oldu ki, bura gəldiniz? Katurqadakı karyeranızı nəzərə alsaq, deyə bilərik ki, Parisdə çox yüksək bir vəzifə sahibi ola bilərdiniz. Necə oldu ki, o cür şəraiti qoyub bura, Monreal kimi kiçik şəhərə gəlmək fikrinə düşdünüz? Mən özüm gəlmədim. Təyin elədilər. Burada həqiqətən çox təhlükəli bir cani var. Doğrudan? Hə. Hər il bir neçə nəfərin axırına çıxır. Xüsusən də qışda. Deyə bilərsiniz kimdir? Hə. Onun adı səfillikdir. Madam, siz son 2 ayda bizə pul göndərməsəz də, yoldaşım Madam Tenardier ilə mən gözəl qızınız Kozettanı doğma balamız qədər bəsləyir və onun qayğısına qalırıq. Yenə nə oyun çıxartmısan, hə? Rədd ol. Amma bu vəziyyət çox davam eləyə bilməz. Artıq 6 ildir ki, Kozetta bizim himayəmizdə yaşayır. O sürətlə böyüyür və iştahasına da söz ola bilməz. Amma uşağın qarnını təkcə məhəbbət və qayğı ilə doldurmaq mümkün deyil. Yoldaşımla mən qorxuruq ki, qızınız bu gedişlə zəifləyib xəstələnsin. Bizə təcili pul lazımdır. Hazırda bizə 12 frank borcunuz var. Kozettanın səhhəti sizdən asılıdır. Tenardier. Batırla o serjantı. Madam, sizdən bir xahiş eləyə bilərəm. Olar bu axşam işdən biraz tez çıxım. Sizdən heç baş aça bilmirəm. Bir gün gəlib deyirsiniz ki, işdən sonra qalmaq istəyirsiniz. Bir gün isə iş saati qurtarmamış getmək istəyirsiniz. Bu məktubu dilijansla yola salmaq istəyirəm. İş vaxtı qutarandan sonra poçt işləmir. Vacib məktubdur. Verin mənə. Gün ortadan sonra poçt idarəsinə gedəcəm. Nədir Fantina? Yoxsa mənə inanmırsınız? Bu isə qanunsuzluqdur. Cənab Mer, Foşlevan gəlib sizinlə danışmaq istəyir.
Foşlevan yox, Monsieur Foşlevan. O merdə deyə mənə hörmətsizlik eləməlisiniz. Monsieur Madlen burada qanunun ali təmsilçisi olduğuna görə... Monsieur Foşlevan haqlıdır. Yaxşı, gəlin. Buyurun əyləşin, Monsieur Foşlevan. Deyirlər siz furqon sifariş eləmisiniz. Hə, paltarları furqonlarla Kaleyə daşıyacağıq. Oradansa gəmi ilə İngiltərəyə göndərəcəyik. Artıq Madlen şirkəti başqa ölkəyə mal ixrac eləyir, Monsieur Foşlevan. Məncə bu həm şirkətimiz, həm də şəhərimiz üçün böyük hadisədir. Mallarınızı Kaleyə mən də daşıya bilərdim. Atım da var, arabam da. Yoxsa fikirləşirsiniz əlimizdən gəlməz? Bütün günü kasıblıqdan, səfillikdən dəm vurursunuz. Amma gerçək işə gələndə məni səfalət girdabında qoyursunuz. Səhviniz var, Monsieur. Mən sadəcə sizi qorumaq istəyirəm. Bu məhsulları mümkün qədər tez çatdırmaq lazımdır. Kaleyə çatandan sonra isə mümkün qədər tez boşaldılmalıdır. Bu çox ağır işdir. Axı siz nə bilirsiniz iş nədir? Yolçu yükdən bezməz. Bu kişi sizi bezdirir, Monsieur. Yox, Javer. Monsieur Foşlevan mənim dostumdur. O sizə elə gəlir. Mənim sizatda dostum yoxdur. Sağ olun, madam. Dayanın, sizlə danışmalıyam. Məktubumu dilijansa çatdırdınız? Bəs niyə vermədiniz? Məktubu oxudum. Bəlkə də düz hərəkət deyildi, amma daha gecdi. Deməli, madmazel, siz anasız. Məyər mən təkəm? Solange, Huguet, Madeleine, Clementine, onların da uşağı var. Onların hamısı ərli qadınlardır. Sizsə yox. Evlənəcəkdik. Mən gəlinlik paltarı da hazırlamışdım. Ağ ipəkdən idi. Ağ ipəkdən. Deməli, siz ərə getməzdən əvvəl hamilə idiniz. Ona görə də öz günahınızın nəticəsini, körpə qızınızı onun bunun üstünə atıb qaçmışsınız. Özünüz də bunu gizlədirsiniz. Ayıb olsun. Mən Kozettanı gizlətmirəm, madam. Mən burada işləyə-işləyə ona baxa bilmərəm. İnanın ki, burada ondan ötürü burnumun ucu göynəyir. Onda sizi yubatmayayım. Gedin onun yanına. Necə? Siz azadsınız. Yox, yox. Buna görə məni işdən çıxara bilməzsiniz. Monsieur Madlen öz işçilərindən əxlaqlı olmağı tələb eləyir. Onlar tərbiyəli, təmiz adamlar olmalıdır. Bilirəm. Amma mən əxlaqsız deyiləm. Mən Monsieur Madlenlə danışaram. O məni başa düşər, işə qaytarar. Mən artıq ona danışmışam. O nə dedi? Dedi, qovun. Bizə də gedə bilərik. O qədər də uzaq deyil. Təmizdir. Buxarını da yandıraram. Nə qədər pul istəyirsən? Bilmirəm. Birinci dəfədir bura çıxıram. Birincini eləyən axıra qədər əl çəkə bilmir. Fahişəlik belə sənətdir. Müfəttiş Javer, şəhərin polis rəisi. Səni iş başında tutsam, həbs eləyəcəm. Tərpən,
Sevgilin olub, Hə, heç nə öyrətməyib. sizi razı salmadım. Sən əyləncə qadınsan. Heç olmasa bircə dəfə gülümsəyəydin. Sənsə gələndən zarıyırsan. Əslində fahişə qiyməti əvvəlcədən danışmalıdır. Sənsə heç nə demədin. Deməli bu keyf hava idi. Xahiş edirəm, biraz pul verin. Gözəlsən. Amma Amma nəfəs ver. Qəribə iyi gəlir. Nə iyiydi? Xəstələnmisən? Xəstəsənsə səni polisə verəcəm. yox, xahiş edirəm. Mən bugün heç nə yeməmişəm. Adam acı olanda ağzından iyi gəlir. Olanım budur. Bundan artıq pul verə bilmərəm. Bəlkə gələn dəfə artırdım. Baxır özünü necə aparacaqsan. Biraz cəld ol Parizə, artıq vaxtı. Təzə evlənənlər gəlirlər. Nə olub Javər? Dövlət hər işə əl bulamaq istəmir. Fahişəliklə mübarizə iki dövlət orqanının üzərinə düşür. Biri bələdiyyədir, yəni siz. Biri də polis, yəni mən. Mən bələdiyyənin vəzifələrini bilirəm Javər. Ümumxanaların fəaliyyətinə bir sözüm yoxdur. Heç olmasa bilirsən ki, kim harda nə iş görür. Həm də bu işin kökünü tam kəsmək onsuz da mümkün deyil. Amma bir qadın ümumxanada işləmək istəmir. Özünü birbaşa küçədə satır. Özü də polisdə qeydiyyata düşməyib. Yazıq. Monsieur Javər, yoxsa o zavallını həbsxanaya salmaq istəyirsiniz? Əvvəlcə öyrənməliyəm, görüm o mənim fabrikamda işləyər ya yox. Siz fahişəyə iş təklif eləyəcəksiniz? Mən indicə onlardan birini ərə verəcəm. La Parizodan da soruşa bilərdiniz. Montfermeil'dən, Waterloo serjantından. Bu dərmanlar çox bahadır. Kozettanı xilas eləmək üçün ən azı 40 frank pul lazımdır. Bir həftəyə pulu göndərməsəz... Bu səbəb deyil, bəhanədir. Hər il 100 minlərlə uşaq xəstələnir, amma bunların hamısının anası fahişəliyə başlamır. Axı nəyə görə öz övladını saxlamaq üçün əziyyətlə qatlaşmaq, normal adamlar kimi işləmək istəmirsən? Götürək elə Monsieur Madelenin parça fabrikini. Orada işləyirdim. Məni qovdu. O həbsxanadan çıxmış qadınları işə götürür. Amma ərsiz qadınları qovdurur. Belə çıxır ki, əvvəl oğurluq eləmisənsə, bağışlana bilərsən. Amma təmiz sevgiyə inanmısansa, yox. Yeri gəlmişkən, mən şəhər meydanında bir yarmarka görmüşəm. Məncə o sizin üçün maraqlı ola bilər. Necə yəni? Mən adamları əyləndirə bilmirəm. Nə rəqs eləməyim var, nə oxumağım, nə oyunbazlığım, nə kəndirbazlığım. Mən bundan danışmıram. Yerinə olsaydım, ora baş çəkərdim. Bartolomeo Scarponi, bərbər və diş həkimi. Buyurun madam. Buyurun.
Dişləriniz ağappaqdır. Həm də sağlamdır. Nə qədər təklif eləyirsiniz? Bir dişin qiyməti 4 frankdır. Mən 10 franka satıram. 10? Məni təkcə qabaq dişləriniz maraqlandırır. Onlar gözəldir. Çəkim? Çəkin. Əvvəlcə əl qolunuzu bağlamalıyam. Bir də fikirləşin. Əminsiz? Mənə 40 frank lazımdır. Nəsə satmalıyam. Neyinirsiniz? Mən heç vaxt bir dəfəyə 10 diş çəkməmişəm. Qamaxma başlasa neyniyəcəm? Özümü belə cəngələ salmaq istəmirəm. Mənə təcili pul lazımdır. Hər şeyə razıyam. Onda bəlkə başqa cür danışaq. Mən parik də hazırlayıram. Sizin saçlarınız ipək kimidir. Saçlarım? Saçlarıma görə 40 frank verərsiniz. Son üçlüğün en büyük kazancı. Seyfi açın Parizo. Bədbəxt hadisə olub, Monsieur Mer. Kömək edin. Sən burada dayan. Sən arxada. Sizsə yoldan çəkilin. Çəkilin, cənab Mer gəlir. Arabanın altına link salmaq lazımdır. Tez, bir iki taxta dayak getirin. Çox keçdi. Onun qabırğaları sınıb. Son nəfəsinizdə Tanrıya dua eləyin, Monsieur. Günahlarınızı etiraf eləyin. Onun yeganı günahı kasıb olmağıdır cənab keşiş. Yol verin, mən onu çıxardaram. Ora girmək olmaz. Cənab Mer çox təhlükəlidir. Çıxardın onu. Çıxardın. Mən bu boyda yükün altına girə bilən bir nəfər tanıyıram. Onu da katorqada görmüşəm. Monsieur Fauchelevent, biraz bulyon içməlisiniz ki, gücünüzü bərpa eləyəsiniz. Güc. Tanrı mənə güc versin ki, heç olmasa rahat ölə bilim. Təkcə bunu arzu edirəm. Nə ölmək? Hər qabırğasısından ölməz. Sizə qulluq eləyəcəyik. 2 həftədən sonra bu ağrılarınız yada düşməyəcək. Görərsiniz. Hələlik isə narahat olmayın. Mənə yalan danışmayın, bacı. Simplisiya bacı yalan danışmaz. Amma mənim də pis xasiyyətlərim var. Bu nədir? Ona nə verirsiniz? Bu nədir belə? Mən bulyona biraz çaxır qatmaq istəyirdim, amma əlimizin altında kilsə şərabından başqa heç nə yox idi. Amma bu bulyondan nöğüt iyi gəlir. Nöyt.
Canını tapşıran adam üçün bunun nə fərqi var? Siz ölməyəcəksiniz, Monsieur Fauchelevent. Sizə bir təklifim var. Bağban işləməyə razısınızsa sizə Petit Picpus'te işə düzəlmək üçün rəy və iltizam verə bilərəm. Petit Picpus Parisdə bir kilsədir. İri bağı var. Qadın monastırıdır. Ora rahibələr özləri baxırlar. Mən Parisdə bağban Monsieur Madeleine. Oranın baş rahibəsinə məktub yazaram. Kilsə, buxur ətri, arqan musiqisi, messalar. Özünüzü cənnətdəki kimi hiss eləyəcəksiniz. İblislər cənnətə düşmürlər, bacı. Mən əsl iblisəm. Mən bu adama nifrət eləmişəm. Olsa məni ölümdən qurtarıb. Bir neçə gün əvvəl müfəttiş Javerin yanına getdim. Monsieur Madeleinin əleyhinə danışdım. Dedim ki, ondan şübhələnirəm. Axı ondan şübhələnmək mümkün deyil. Bilirəm. Amma ağzıma gələni danışdım. Müfəttişə dedim ki, onun hardan gəldiyini bilən yoxdur. Keçmişi naməlumdur. Bəlkə də keçmişi qaranlıq olub. Axı keçmişində nə ola bilər? Bunu dəqiqləşdirmədim. Amma müfəttişə məsləhət gördüm ki, onun keçmişini araşdırsın. Dedim ki, bu işi qurdalasa çox təəccüblənər. Hə, Monsieur Javert, maliyyə araşdırmaları nə yerdədir? Hansı ilə işləmək daha rahatdır, rəqəmlər də, yoxsa dustaqlar da? Deyəsən nəsə tapmışam. Doğrudan? Böyük bir işin üstünü açacaqsınız? Monsieur, bunu son hesabatıma qədər sir kimi saxlamaq istərdim. Amma zənnimdə yanılmamışamsa, çox böyük qalmaqal olacaq. Sizin üçün də? Ola bilər ki, bu işi açdığıma görə mən axır ki, Parisdə işləməyə dəvət eləyəcəklər. Arxiv şöbəsi yenə bu mərtəbədədir? Bağışlayın, Monsieur, sizi çox gözlətdim. Bu işin üstündən o qədər vaxt keçib ki, bu dosiye Məyər cinayət işinə xitam verilib? sadəcə təqibi dayandırmışıq. Təhlükəli adam deyil. Xırda oğrudur və salam. Hər halda başqa bir şikayət gəlməyib. Heç kimi də öldürməyib. Valjean xırda oğru deyil. O təxribatçıdır. Valjean adam da öldürə bilər. Bu cür adamları öldürməkdən ötürü cəllada ehtiyac yoxdur. Belələrinin cəsədini ya qanovdan, ya çaydan tapırlar. Ya acılıqdan ölürlər, ya soyuqdan, ya da xəstəlikdən. Ya da rahat bir kresloda əyləşib, başqalarından min bir fırıldaqla qopardıqları pulları sayırlar. Jean Valjean. Australis, Vagram, 4. Ordu. Burada nə edirsiniz, balaca şişoğullar? Bu
Bugün bazardır, bilirsiniz ki biz gec dururuq. Mən gəlməyincə siz çarpayınızdan qalxmamalısınız. Bilirik, amma bayaqdan kimsə qapını döyür. Boş şeydi. Bəlkə müştəridir. Hardadır bizdə o bəxt? Düz bir həftədir qapımızı döyən yoxdur. Fantinanı göndərdiyi pul bizə bəs eləyir. Axırıncı dəfə uşağının dava dərmanı üçün 140 frank pul göndərib. Sən biraz kökəlməlisən. Daha məni bəyənmirsən? Bəyənirəm, amma əsl qadının heç olmasa bir qədər əti olmalıdır. Dolu olmalıdır. Arılıq isə xəstəlik əlamətidir. Mən bunu Waterloo-da öyrənmişəm. Orada arıqların hamısı qırılırdı. Davam gətirmirdi. Ölürdülər. Bizə bir hekayə danış. Hansını? Özün bilirsən. Yaxşı. Waterloo-nun qanlı döyüş meydanlarında cəsur serjant ölənlərin və yaralananların arası ilə gedirdi. Lənətə gəlsin bu dumanı. Elə bildim azmışam. Hara gedirdiniz? Monre ilə. Yox, azmamısınız. Şimal istiqamətində getməlisiniz. Amma hələ xeyli yolunuz var. Bəlkə sizin üçün biraz yemək hazırlayım. Qalx görüm. Qaç get biraz odun gətir. Əla şorba bişirmişəm. Vaxt vardı, mən Napoleonun özü üçün şorba bişirirdim. Mənsə krala xidmət eləyirəm. Bu uşağın nə yaşı var ki, sizin üçün qulluqçuluq eləsin? Elə bildiniz ki, 7 yaşı var, hə? Amma 12 yaşı var, müsyo. Bu yaşda uşaqlara işləməyə icazə verilir. Onsuz da bir işə yaramır. Hər işi özüm görürəm. Nəysə, sizin üçün bekonla amulet hazırlayayım. Yox, sağ olun. Yolu soruşmağa gəlmişdim. Necəsən balaca? Sağ olun, müsyo. Buralar xoşuna gəlir? Bəli, müsyo. Hə, onda... Bəli, müsyo. Nə qədər verəcəm? 4 frank. Sən elə gəlmir ki, 4 frank çoxdur. Yaxın gəl görüm. Birisi sifətinə baxın. Axşamınız xeyir, müsyo. Neçəyə? Harda qəbul edirsən? Öz evimdə. 5 franka. Madam Magle'nin qızları 3 franka gedir. Şampan da onlardan. Yaxşı. Qoy 3 frank olsun. Yaxşı deyəndə onu hələ mən deyəcəm, razılaşdıq ya yox. Amma əvvəlcə baxım görüm nə gündəsən. Saçların tökülür. Güzama yoluxmusan, hə? Səni buna görə cəzalandırmaq lazımdır. İdbar qadın. Müsyo. Toxunma mənə. İtil buradan. Rədd ol. Rədd ol buradan, ifritə. Ləçər. Ey, məni nə vaxt buraxacaqsınız? Günahım yoxdur. Kəs səsini! Mən heç nə eləməmişəm, günahım yoxdur. Kəs səsini! Buraxın məni. Sən pozğunluqda, dələduzluqda və ictimai asayişi pozmaqda günahlandırılırsan. Bir də başqasına xəsarət yetirməkdə. Axı təhqir olunan döyülən odur. Onun günahı yoxdur. Onun günahkar olub olmadığını məhkəmə müəyyən eləyəcək. Monsieur Bamataboa ondan şikayət eləyib. Mənsə bu şikayətə baxmalıyam. Günü sabah səni bir arabaya qoyub Arras aparacaqlar. Orada isə məhkəməni gözləyəcəksən. Onu kameraya sal. Yox. Yox, xahiş eləyirəm. Məni həbs eləməyin. Xahiş eləyirəm, lazım deyil. Həbsxana yaşadığın o it damından daha yaxşıdır. Axı mən qızıma lazımam.
Mən ona lazımam. Bu başdan xarab qadını atın içəri, cəld olun. Monsieur Madeleine, xahiş edirəm bir şey fikirləşin. Monsieur Javert, əmr eləyin o qadını buraxsınlar. Cənab mer, Zəhmət olmasa. axı siz bilmirsiniz o neyniyib. Bilirəm. Həm də bilirəm ki, ona neyniyiblər. Buraxın onu. Mümkün deyil. Burada polisin hərəkətlərinə cavabdeh mənəm. Bunlar bələdiyyə polisinin işidir, Monsieur Javert. Cinayət Məcəlləsinin 9-cu, 11-ci və 70-ci maddələrinə əsasən bu işlə bağlı yekun qərarı mer verməlidir. Odur ki, qadını azad eləyirəm. Sən lənətə gələsən. Hər şey sənə görə oldu. Məni fabrikdə işdən qovdurdun. Sənin ucbatından bədənimi satmağa məcbur oldum. Hamı deyirdi ki, sən yaxşı adamsan, amma sən iblissən. Sən şeytansan. Sənə lənət oxuyuram. Lənətə gələsən, lənətə gələsən. Monsieur Javert, bu qadını buraxın. Bir də təkrar eləməyim. Onu buraxın. Gedək bacı. Simono, kağız, qələm, mürəkkəb götürün. Milli Təhlükəsizlik İdarəsinin rəhbərinə məktubun mətnini dikt eləyəcəm. Bu məktubu əlbəəl özünə çatdıracaqsınız. Bu gecə yola düşəcəksiniz. Sabah səhər Parisdə olacaqsınız. Siz Monreal şəhərinin meri, Monsieur Madeleine kimi tanıdığınız şəxsin maliyyə fəaliyyətini gizli şəkildə yoxlamaq məqsədi ilə məni adı çəkilən şəhərin polis müfəttişi vəzifəsinə təyin eləmisiniz. Mən aşkar eləmişəm ki, özünü Monsieur Madeleine kimi təqdim eləyən bu şəxs əslində heç də... Biraz yavaş. Bağışlayın, Simono. Bu günü o qədər gözləmişəm ki... Vəziyyəti necədir? Məni narahat eləyən onun yaraları deyil. Çox möhkəm öskürür. Hərarəti də var. Tibdən çox da başım çıxmır. Amma qorxuram ki... Ölsə bunun günahı mənim boynumdadır. Bu səhvi özümə bağışlaya bilməyəcəm. Günah sizdə olmayıb. Bu Madame Victorine'nin səhvidir. Mən hər gün o fabrikə gedirəm. Fantinanın olmamağını hiss eləməliydim. Başqa bir şey öyrənə bildiniz? Fantina çox qorxur ki, qızının üzünü görə bilməz. Kozettanı saxlayan adamların yazdığı məktuba görə o xəstədir. Kimdir o adamlar? Monsieur və Madame Thenardierlər. Montfermeildə mehmanxanaları var. Məncə yaxşı adam deyirlər. Ondan ayda 20 frank istəyirlər. Ümidvarım ki, o qıza şahzadə kimi baxırlar. Fantina son 3 ayın pulunu göndərməyib. Mən elə indicə onlara 200 frank göndərəcəm. Xahiş eləyəcəm ki, Thenardier Kozettanı bura gətirsin. Xahiş eləməyin, Monsieur Mer. Tələb eləyin. Yoxsa gec olacaq. Ərdə deyil, bicdən uşaq doğur. Özü də bunu gizlədib. Mən fikirləşdim ki, ədalətli qərar olar. Ədalətli? Axı siz kimsiz ki, adamları mühakimə eləyirsiniz? Kimin haqlı, kimin haqsız olduğuna qərar verirsiniz? Tanrının özü də kasıbları mühakimə eləməyə qıymır. Sizsə, Madame Victorine, özünüzü Tanrıdan da uca bilmişsiniz. Heç işin nə yerdə olduğunu öyrənmədən onu qovmuşsuz. Özünüzü nə hesab edirsiniz? Bağışlayın, söhbətinizə mane oluram, cənab Mer. Təkbətək danışa bilərik. Madame Victorine, icazə verərsiniz? Eşidirəm sizi. Xahiş edirəm, mən işdən çıxardın. Mən bağışlanmaz səhvə yol vermişəm. Bundan sonra polisdə qalmağa layiq deyiləm. Nə demək istəyirsiniz, Monsieur Javert?
Vəzifə borcuma həddindən artıq ciddi yanaşmağım məni günaha sürükləyib. Siz Foşlevanı xilas eləyəndə mən demişdim ki, bu yükün altına girə bilən bir nəfər ola bilər. Həmin adamı katerqada görmüşəm. Sizi həmin dustağa oxşatmışdım. Hətta Milli Təhlükəsizlik İdarəsinin rəhbərinə məktub göndərib bildirdim ki, mən Jean Valjean'ı tapmışam. Jean Valjean? Jean Valjean həmin dustağın adı idi. Sizi həbs eləmək üçün baş idarədən order də istədim. Amma həmin order heç vaxt göndərilməyəcək. Çünki Jean Valjean'ı artıq həbs eləyiblər. Necə yəni həbs eləyiblər? 2 ay əvvəl Şan Mati adlı bir adam alma uğurluğu üstündə həbs olunub. Arrasdakı məhbəsə göndərilib. Həmin həbsxanada vaxtilə onunla eyni katerqada olmuş keçmiş dostlarından daha 2 nəfər saxlanılır. Onlar özünü Şan Matiyə kimi təqdim eləyən bu adamın məhz Jean Valjean olduğunu təsdiqləyiblər. Həmin adam təbii ki, törətdiyi cinayəti və kim olduğunu boynuna almır. Amma sabah səhər Arrasda ona məhkəmə hökmü oxunacaq. Çox güman ki, ona ömürlük icbari iş cəzası veriləcək. Mən az qala sizi məhkəməyə verəcəkdim. Üstəlik hakimi də çox böyük səhvə təhrik eləyəcəkdim. Mənim ucbatımdan məhkəmə hakimi ədliyyə sistemində görünməmiş səhvə yol verə bilərdi. Buna görə də xahiş eləyirəm ki, məni tutduğum vəzifədən azad eləyəsiz. Hava qaralıb, cənab Meyer. Gəldim ki, şamları yandırım. Bütün gün otağınızdan çıxmamısınız, heç kimlə görüşməmisiniz. Bir qaşıq yemək də yeməmisiniz. Nə olub? Xəstələnmisiniz? Bəlkə doktor Korneti çağırın. Mən tək qalmaq istəyirəm. İşıq, sizin böyük nurunuz, din şəhərinin müqəddəs atası. İmkan verə bilmərəm ki, hansısa zavalını başqasının yerinə mühakimə eləsinlər. Çünki həmin başqası mənəm. Çox əziyyət çəkir. Xəstəlikdən ölmək onu qorxutmur. Qorxur ki, qızını görmədən ölər. Əgər Tenardiye bu həftə Kozettanı gətirməsə, qızın dalınca özüm gedəcəm. Necə olub ki, ağlıma gəlməyib? Nəyi deyirsiniz? Ağlıma gəlməyib ki, mənim yerim buradır. Onun üçün nəsə oxuyursuz? Ən çox sevdiyim rəvayəti, Xeyrxalq pastorun hədisini, bir qoyununu itirmiş çoban haqqındadır. O, həmin qoyununu axtarmaq üçün sürüsünü qoyub gedir. Maraqlıdır. Sənin öhdəndə olan bütöv bir sürünü başsız qoyub, etkin düşmüş bir qoyunu axtarmağa gedirsən. Amma çoban
Öz sürüsünü Tanrının ümidinə qoyub getmişdi. Tanrıya əmanət eləmişdi ki, boyunu rahat axtara bilsin. Çobanı Tanrı olan sürüyə heç bir zaval gəlməz. Tanrı onu hifz eləyər. Bu mənə ümid verir. Əlbəttə. Sizin danışdıqlarınız çox ibrətlidir. Qorxuludur, amma ibrətlidir. Mesya Skafler! Mesya Skafler! Açın qapını. Cəld olun, biraz tez. Skafler! Cənab mer, gəldim. Cəld olun. Biraz tez olun. Mənə sizin karetanız lazımdır. Tez olun. Atları arabaya qoşun. Mənim bir cəhətim var. O da bütün gün işləyib, yazıq heyvan dincəlir. İnanmıram karınıza gələ bilsin. Mən 20 milyon məsafəni 10 saata getməliyəm. Yox, cənab mer, heç bir at bu qədər məsafəni 10 saata gedə bilməz. Hara getmək istəyirsiniz? Harasa. Sabah günortadan sonra poçt karetası gedəcək, onunla gedərsiniz. Vaxt yoxdur. Götür bu pulu. 500 frankdır. Axsağata görə bu çoxdur, Monsieur Mer. Mən onları alıram. İştiqa etmasam ziyana düşməyəsiz deyə. Cəld olun, atı qoşun. İşinizə qarışmaq istəməzdim, cənab Mer, amma mənə bu qədər çox pul verdiniz. Özünüz də yaman tələsirsiniz. Belə başa düşürəm ki, arrasa çox təcili bir işiniz var. Bilmək olar nə məsələdir? İnsan həyatı. O gün baxmaq istədiyimiz hadisə faktiki olaraq residif sayılır. Bu cinayətkar Jean Valjean 29 il əvvəl çörək oğurlamışdı. 10 il qabaq həmin Jean Valjean baca təmizləməklə çörək pulu qazanan balaca Jervenin gündəlik muzlunu oğurlamışdı. Bugünsə Axı mən heç bir baca təmizləyən görməmişəm. Adım Şan Matiyedir, Jean Valjean deyil. Şan Matiyedir, cənab hakim. Mənim adım Şan Matiyedir. Kəsin səsinizi. Hətta vəkiliniz də sizdən rica edir ki, Jean Valjean olduğunuzu boynunuza alasınız. Axı Jean Valjean deyiləm. Mən heç vaxt katırqada olmamışam. Valjean, bu cür inatkarlıq eləməyiniz mənasızdır. Xahiş edirik, boynunuza alın. Tulonda sizinlə eyni həbsxanada olmuş iki məhbus. Koşpayl və Şenidiye təsdiq edirlər ki, siz Jean Valjeansınız. Başa düşmürəm niyə belə ifadə veriblər. Mən onları tanımıram. Əvvəllər də görməmişəm. müttəhim, yaxşı fikirləşin. Əgər bu cür təsliyə eləsəz, sizi məhkəmə salonundan çıxardacağıq. Onda proses sizsiz davam eləyəcək. Axırıncı dəfə soruşuram. Siz vaxtı ilə katırqada olmuş Jean Valjeansız ya yox? Yox. Deyiləm. Düzdür, adım Jean'dır. Amma mən Jean Mathieu'yam. Odur ki, məni Şan Mathieu adlandırırlar. Nə valideynləri, nə dostları, nə də tanışları olan hansısa Şan Mathieu. Siz insan da sayılmırsınız çünki heç kiminiz yoxdur. Siz heç nəsiz. Monsieur, insan ən yaxınlarını itirəndə bu vəziyyətə düşə bilər. Gözətçi, xahiş eləyirəm, şahidlər Koşpayl və Şenidiyeni məhkəmə salonuna gətirin. İlahi, necə idbardılar. Bəlkə də Tanrı onları idbar saymır, madam. Onda Tanrının gözü görmür. Bəlkə də əksinə. Şenidiye, nə deyə bilərsiniz?
Nə deyəcəm? Bu adam Jean Valjeandır. 1796-cı ildə bizlə eyni həbsxanaya göndərilib, 1815-ci ildə isə azad olunub. Yaxşı. Koşbayl, siz şübhəlini tanıyırsınız? Biz onunla düz 5 il eyni qandalı daşımışıq. Qandal insanları yaxınlaşdırır. Zarafatın yeri deyil Koşbayl. Müttəhim. Bu iddialar haqqında nə deyə bilərsiniz? Hə müttəhim? Nə deyə bilərsiniz? Koşbayl, Şenidiye, bir dəqiqə mənə baxın. Bu Monsieur Madlendir. Monreal şəhərinin meri. Hə. Məni tanıyırsınız? Bir sual verə bilərəm, cənab mer? Mən... Yox. Mənim sizdən bir ricam var, cənab sədir. Xahiş eləyirəm, Jean Matiyeni azad eləyəsiz. Məni isə həbs elətdirəsiz, çünki Jean Valjean mənəm. Cənab hakim xahiş eləyir ki, məhkəmədə iştirak edənlərin arasında həkim varsa, bura yaxınlaşsın. Mənim üçün ehtiyacı yoxdur. Mən sağlamam. Yaxşıyam. Lap yaxşıyam. Bir neçə saat əvvəl özümdə deyildim. Mənəvi cəhətdən əzab çəkirdim, üzülürdüm, amma indi yox. Axır ki, qərar qəbul elədim. İndi ağlım başımdadır. Mən bu işi görməliydim. Sizin ixtiyarınızdayım. Axı bu mümkün deyil. Siz keçmiş məhbus ola bilməzsiniz. Niyə, cənab prokuror? Çünki ipək şərt bağlamışam, bahalı kostyum geymişəm, çünki cinayətkar haqqında təsəvvürlərinizə uyğun gəlmirəm. İnsanları zahiri görünüşünə görə mühakimə eləməyiniz adamın əsəblərini toxunur. Onu iyrəndirir. Hə, Şenidiye. Yanındadırsa, sən dustaqlar üçün yemək hazırlayırdın. Düzdür, mən aşpaz idim. Ragu dediyin yeməyin hər çömçəsinə görə dustaqlardan nə qədər pul istəyirdin? 5 su, düzdür? Hə, düzdür. Bu hələ heç nəyi sübut eləmir, Monsieur Madeleine. Bizi çaşdırmayın, belə xırda detalları istənilən adam öyrənib bura gələrdi. Məyər xırda dediyiniz bu cür təfərrüatlara görə indiyə qədər az adamı mühakimə eləmisiniz, cənab məhkəmə sədri? İndi sənin növbəndi Koşbayl. Yadındadırsa, yanğın baş verəndə sənin sol çiyninə tir düşmüşdü. Siz hardan bilirsiniz? Köynəyini çıxart. Səni kim xilas eləmişdi? Jean Valjean İndi hardadır? qarşımda dayanıb. Ucadan de. Hardadır? Jean Valjean sənsən, lənətə gələsən. Daha sizə mane olmaq istəmirəm. İndi gedirəm. Burada həbs olunmaq istəmirəm. Mənim başqa işlərim də var. Həbs eləmək istəsəz, yerimi bilirsiniz.